Ramazana hazırlıq baxımından bu ayda tövhidi gerçəkləşdirməyə çalışmaq, qəlbi və dili təmizləmək. Qəlbi və dili təmizləmək. O kəs ki, nicat, yəni qurtuluşa çatmaq istəyir, cəhənnəmdən xilas olmaq istəyir, oddan salamat qalmaq istəyir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin etiqadına bəsirət gözü ilə baxmalı və bununla maraqlanmalıdır və bilməlidir ki, Allah Teala elə ondan ötürü bizi yaratmışdır, tövhiddən ötürü, ibadətdə Allahı təkləşdirməkdən ötürü. Və insan şirkdən xilas olmağa çalışmalı, həm zahirən və həmçinin daxilən. Qəlbini ona qarışan şeylərdən təmizləməklə və həmçinin şirkə aparan maddələrin kökünü kəsməklə. Hansı ki, kin, küdurətdir, həsəddir və digər xəstəliklərdir və bunlar da insanı şirkə aparır və qəlbi bundan təmizləməlidir ki, insan salamat qalsın. Yəni, insanın həyatının belə düzəlməsi qəlbin düzəlməsinə görədir. Necə ki, hədisdə keçir, İzə fəsədəl qalbu fəsədəl cəsəd. Əgər qəlb körlanarsa, bütün bədən körlanır və bütün həyat körlanır.